Salam dəyərli kanal izləyiciləri. Mən Tural müəllim. Bu günləri ibtidai inkişafdan sertifikasiyaya düşən növbəti maraqlı mövzu ədəd düzəltməyə izahını verəcəm. Videoya başlamamışdan əvvəl davamlı videolar üçün kanala abunə olmağı unutmayın. Qeyd edeyim ki, sürət qrupuna qoşulmaq üçün, 1 aylıq təkrar qrupa qoşulmaq üçün 073 67 32 22 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Qeyd edeyim ki, hər gün canlı dərslər olur. Bundan əlavə paket dərslərdən də istifadə edə bilərsiniz. 30 mövzudur. Qəbul sualları, PDF-lər, hər bir şey göndərilir və 10 dənə sınaq. Qiymət də çox münasibdir. Bu nömrəyə WhatsApp-da yazıb dərslər və paket dərslər haqqında məlumat əldə edə bilərsiniz. İndi isə keçirik ilk sualımıza. Rəqəmlərinin cəmi 9 və rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli ədəd tapın. Ən kiçik 4 rəqəmli ədəd deyirsə, biz 1-dən başlayaq, sonra 0 yazaq. 1 ilə 0-ı toplayanda 1 eləyir. Yəni, 1-in üzərinə nə gələndə 9 eləyir, 8. Onu da artıq biz ən kiçik bu şəkildə yaza bilərik də 2, 6 kimi. Baxın, bu rəqəmləri toplayanda 9 edir və 1026 ən balacasıdır. Burada da cavabını tapmaq olur. Rəqəmlər cəmi 10 və rəqəmləri müxtəlif olan ən böyük 5 rəqəmli ədəd deyir. Artıq ən böyük deyirsə, biz əgər birinci rəqəmə 9 yazsaq, gərək məcbur o biri rəqəmlərə 1, 0, 0 yazaq. Bu da şərtə ziddir. Rəqəmlər eyni ola bilməz. 8 yazsaq, yenə 1, 1, 0, 0. 7 də yazsaq, yenə rəqəmlər qoşu olur. Biz deməli, burada 6 yazsaq, 6, 2, 1, yenə qoşalar olur. 5-də də həmçinin, lakin 4-də ödəyir artıq. 4, 3, 2, 1, 0 yazsaq, buradakı rəqəmləri toplayanda 10 eləyir və rəqəmlər də müxtəlifdir. Deməli, ən böyüyü 43210 olur. Y variantı. Növbəti sual. Rəqəmləri cəmi 8 və rəqəmləri müxtəlif olan ən böyük və ən kiçik 4 rəqəmli ədədlərin cəmini tapın. Rəqəmlər cəmi 8 deyirsə, deməli, ən böyük və ən kiçik 4 rəqəmli ədədlərin cəmini istəyir. Deməli, ən böyüyünü tapanda biz burada 5210 götürərik. Rəqəmləri müxtəlifdir və toplayanda 8 eləyir. Ən kiçikdə isə bu ədədin əksini götürərik. Sadəcə 1 ilə 0-ın yerini dəyişərik, çünki 0-dan ədəd başlamır. Yəni 1025 götürərik. Bu ədədlərlə toplayanda eləyir düzgün cavab 6235 eləyir. Yəni A variantı düzgün cavab sayılır. Keçirik növbəti suala 244-də. Rəqəmlər cəmi 10 və rəqəmləri müxtəlif olan ən böyük və ən kiçik 4 rəqəmli ədədlərin cəmini tapın. Burada artıq rəqəmlər müxtəlif deyirsə və rəqəmlər cəmi 10 deyirsə, demək, burada biz ən böyükdə 7-dən başlayarıq. 7210 olar toplayanda, çünki 10 eləyir rəqəmləri və ən kiçikdə də yenə bu ədədin əksini götürərik, yəni 127-ni. Sadəcə 1 ilə 0-ın yerini dəyişərik. Burada da ədədləri toplayanda 8237 edir. Yəni B variantı. 245-ci suala baxırıq. 245 bütün rəqəmləri müxtəlif olan 3 rəqəmli ədədin cəmi ən çox neçə olar? Burada çox adam çaşır. Baxın, belə yazır. 987, 654, 321. Əslində bundan da böyüyü var. Bu səhv yanaşmadır. Yəni, nə edəcəyik? Burada artıq mərtəbələri nömrələyəcəyik. Yüzlük mərtəbələri daha böyük götürəcəyik. Yəni 9, 8, 7. Sonra onluqlar sıra ilə 6, 5, 4. Yəni ardıcıl ən böyük rəqəmləri götürürük. Nəticədə ədədlərimiz olur 963 birləşdirəndə 852 və 741 olur. Bunları da toplayanda 2556 edir. Yəni C variantı düzgün cavab sayılır. Keçirik növbəti sualımıza 246. Bu dəfə isə ən az deyir. Artıq ən az deyirsə, eyni qaydadan edirik. Sadəcə kiçik rəqəmlər götürəcəyik. Yəni 1-dən başlayacağıq. 1, 2, 3. Amma 0 rəqəmini unutmayacaq. 0 da rəqəmdir. Sadəcə əvvəldə gələ bilir. 0 nədə düzəltmək olmur. 0 ortaya yazacağıq. 4, 5, 6, 7, 8. Bunları da toplayanda 711 edəcək. 247-yə baxırıq. Bütün rəqəmləri müxtəlif olan 2 rəqəmli ədədin cəmi ən çoxu neçə olar? Bu dəfə isə ən çox deyir. 2 rəqəmli ədəd deyir. Artıq 2 dənə kvadrat çəkəcəyik. Ən çox deyirsə, burada 9, 8, 7, burada 6, 5, 4 götürəcəyik. Bu ədədləri toplayanda 96, 85, 74, 255 edir. Məsələn, ən az desəydi, belə götürərdik. 1, 2, 3, 0, 4, 5, 69 edir cavab. Keçirik 248-ə. 4 ardıcıl 4 rəqəmli üst ədədin üçüncüsünün rəqəmləri müxtəlifdir. Bu ədədlərin cəmi ən azı neçə olar? Ən az deyirsə, bax, biz geridən sayacağıq. Fikir verin diqqətdən.
Yəni deyir ki, bu üçüncüsünün rəqəmləri müxtəlifdir. Üçüncüsünün rəqəmləri müxtəlifdir. Rəqəmləri müxtəlif olan 4 rəqəmli cüt ədəd hansıdır? Deməli, ən az, ən kiçiyi. Yəni, daha doğrusu buradan götürəcəyik. Ən kiçik 4 rəqəmli cüt ədəd. Buradan başlayarıq. 100, ondan sonra rəqəmləri müxtəlifdir. Onda 102, buraya yazarıq 104. Üçüncüsünün rəqəmləri müxtəlifdir. Onda deməli biz buraya yazarıq 106 və deməli böyük ədədimiz də olacaq. Burada 108 olacaq. İndi biz də bu ədədləri toplayıb düzgün cavabı alacağıq. Çünki rəqəmləri müxtəlif deyil. O da 4 artıq 4 rəqəmli cüt ədədin. Aha, bizə demir sadəcə. 3 rəqəmli ədəd demir. Üzrüstə. Burada neçə rəqəmli ədəd olduğunu demir. Yəni, neçə rəqəmli ədəd olduğunu demirsə, indi bizə də deyir ki, üçüncüsünün rəqəmləri müxtəlifdir. 4 rəqəmli ədəd deyir daha doğrusu. 4 rəqəmli ədəd deyirsə və rəqəmləri müxtəlif olan hansıdır? Deməli, 1020 4 götürək də ən kiçik. Onda deməli, burada olar 1026, burada olar ardıcıl deyil 1022 və 1020. Və bu ədədləri də toplayacağıq. 1020 üstə gələk 1022, 1020 üstə gələk 1022, üstə gələk 1024, üstə gələk 1026. Bu ədədləri də toplayanda 4092 edir, yəni C variantı. Burada 4 rəqəmli ədəd dediyi üçün biz 4 rəqəmli ədəd götürürük. Növbəti 249-a baxırıq. Rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli ədəd yazacaq. Buna rəqəmlərin yerini dəyişin. İkinci ədəd verilsə neçə vaid böyük olar. Rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli ədəd deməli 1023-dür. İndi bunu rəqəmlərin yerini dəyişəndə 3210 olur. 3210-dan da əvvəlki ədədi, yəni 1023-ü çıxsaq, o da bizə verəcək 7, 8, 2187 verəcək. 2100, daha doğrusu ikinci ədəd deyil, birinci ədəddən neçə vaid böyük olar. Deməli, rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli ədəd oldu 1023. İndi bunda rəqəmlərin yerini dəyişəndə 3210 olur. 3210-dan da 1023 çıxanda burada rəqəmlərinin yerini dəyişəndə 3201 yazmalıydıq. 3201 çıxılsın 1023. Bunlar da bir-birindən çıxanda 2178 qalır. Yəni, B variantı düz cavab sayılacaq. Yəni, yenə deyirəm, ən kiçiyi 3210-dur. Bunun da rəqəmlərin yerini dəyişəndə 1023 olur. 3210-dan da 1023 çıxanda 2178 qalacaq. Sonu 3 rəqəmi ilə bitən 954-dən böyük olan bütün 3 rəqəmli ədədlərin cəminin rəqəmlər cəmini tapılır. Son 3 rəqəmi ilə bitənlər 963-dür, 73-dür, bir də 83-dür, bir də 93-dür. 954-dən böyük. Deməli, cəminin rəqəmlər cəmini tapılır. Bu ədədlərlə toplayanda 63, 73, 83 və 93 toplayanda edir 3912. 3912 ilə rəqəmlər cəmi edir 13-15 edir. Yəni, C variantı düzdür. 251. Ən kiçik 5 rəqəmli, ən böyük 4 rəqəmli və ən kiçik cüt naxlarının cəmini tapın. Ən kiçik 5 rəqəmli ədəd 10.000-dir. Ən böyük 4 rəqəmli ədəd 99.999-dur. Və ən kiçik cüt natural ədəd isə 2-dir. Bunların toplamalıyıq. Bunları da toplayanda o da eləyəcək 20.001. Yəni, A variantı. 252-yə baxırıq. Rəqəmlər cəmi 20 olan ən böyük 4 rəqəmli ədədin onluqlar mərtəbəsində hansı rəqəm durar? Rəqəmlər cəmi 20 olan ən böyük 9, 8, 3, 0 yazarıq. Rəqəmlərini toplayanda 20 edir. Onluqlar mərtəbəsində 3 rəqəmdir. Onluqlar mərtəbəsində hansı rəqəm durar? Deməli, rəqəmləri müxtəlif demir. Ona görə biz rəqəmləri müxtəlif demirsə 9920 götürəcəyik. Bunun onluqlar mərtəbəsində duran rəqəm 2 olacaq. Deyək ki, cavab B variantıdır. Rəqəmlər cəmi 21 olan ən kiçik 4 rəqəmli ədədin yüzlüklər mərtəbəsində hansı rəqəm durar? Rəqəmlər cəmi 20 olan ən kiçik 4 rəqəmli ədəd
Deməli 1, 0 nə yazsaq artıq düz gəlməz. Deməli 1, 2 yazsaq 3. Rəqəmlər müxtəlif demir ki, ona görə bura 1299 götürə bilərik. Və indi bu ədədin də yüzlüklər mərtəbəsinə hansı rəqəm duracaq ki? Çünki rəqəmlər müxtəlif demir. 254. Rəqəmlər cəmi əldə ki, burada rəqəmlər müxtəlif deyir. Ən böyük 4 rəqəm nədir? Rəqəmlər müxtəlif deyirsə 9, 8, burada 5 yazarıq, burada 0 yazarıq. Onluqlar mərtəbəsinə duran rəqəm 5 olar. Toplayanda çünki 9, 8, 5 və 0-ı toplayanda 22 edir və ən böyük götürülür. Rəqəmlər müxtəlif. Rəqəmlər cəmi 23, rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəm sözlərin yüzlüklər mərtəbəsinə hansı rəqəmdir? Biz 1-0 götürə bilmərik. 1-2 götürsək alınmaz. 1-3 götürsək də alınmaz. 1-4 götürsək 23-dən 5 çıxanda 18 qalır. Bunu 9-9 yaza bilmərik. Deməli, bura 1-5 ən kiçik deyirsə. 23-dən də 1 ilə 5-in cəmi 6 çıxanda 17 olur. Deməli, ən kiçik onda biz bura belə yaza bilərik. 17 olması üçün 8 ilə 9. Yüzlüklər mərtəbəsində duran rəqəm hansıdır? 5-dir. Cavab A-dır. Rəqəmləri cəmi 20. Rəqəmləri müxtəlif olan ən böyük 5 rəqəmi tək ədədir. Miniklər mərtəbəsində hansı rəqəm durar? 5 rəqəmli deyirsə 9, 8, 2, 1, 0 götürərik. Toplayanda çünki bu rəqəmləri 20 edir və rəqəmlər müxtəlifdir. Və miniklər mərtəbəsində ən böyük 5 rəqəmli tək ədəd deyirsə, bir dənə burada 1 ilə 0-ın yerini dəyişəcəyik. Amma ədəd yenə eyni qalacaq. İndi burada da miniklər mərtəbəsində duran rəqəm deyirsə 8-i götürərik, C variantı. Rəqəmlər cəmi 20 və rəqəmləri cüt ədədlər olan ən kiçik 4 rəqəm nədir? Bütün rəqəmlər deməli cüt olmalıdır. Ən kiçik deyirsə 2, 4, 6, 8 götürərik. Bunları toplayanda 20 eləyir. 2, 4, 6 və 8-i toplayanda 20 eləyir. Rəqəmləri cütdür. Belə də götürə bilərik. Ən kiçik deyilsə, rəqəmlərin müxtəlif sözü yoxdur da. Rəqəmlərin müxtəlif sözü yoxdursa, 2, 2, 8, 8 götürə bilərik. 2288. Çünki bu rəqəmləri toplayanda 20 edir. İndi bizə burada deyir ki, yüzlüklər mərtəbəsində hansı rəqəm durar? Cavab 2, B variantdır. Rəqəmlər cəmi 20 və rəqəmləri 0-dan və bir-birindən fərqli ən böyük 4 rəqəm nədir? Onluqlar mərtəbəsində hansı rəqəm durar? Artıq 0-dan və 1-dən fərqlidirsə, burada 9830 yox, 9821 götürəcəyik. Ən böyük. Çünki rəqəmləri toplayanda deməli 20 edir və rəqəmlər müxtəlifdir. Əgər 0-dan fərqli söz olmasaydı 9830 götürəcəyik. İndi onluqlar mərtəbəsində duran rəqəm 2, cavab B variantdır. Sonra baxırıq 259. Rəqəmlər cəmi 20 və rəqəmləri tək ədədlər olan ən böyük 4 rəqəmli ədədin, deməli ən böyük deyirsə 9, 7 tək ədəd deyir də 15 eləyir. Burada onda biz 5 yazsaq növbəti gələk 0 yazacaq. Onda 0 tək ədəd deyil. Onda biz bunu belə yaza bilərik. 9731. Baxın, buradakı rəqəmləri toplayanda 20 edir. Yüzlüklər mərtəbəsində hansı rəqəm durur? 7. Və nəhayət 260-a baxaq. Rəqəmlər cəmi 25 olan ən böyük 4 rəqəmli ədəd. Rəqəmlər müxtəlif demirəm. Buna görə 9, 9 toplayanda 18 edir. 7, 0 yaza bilərik. İndi burada da onluqlar mərtəbəsində duran rəqəm 7, A variantdır. Rəqəmləri müxtəlif deməyəndə rəqəmləri boşa götürə bilərsiniz. Buradakı rəqəmləri toplayanda 20 edir. Gəldik video izahının sonuna, 25 edir. İnşallah növbəti izahlarda görüşərik. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.